Bibliyadakı əfsanələrə əsaslananlar bildirirlər ki, təxminən eramızdan əvvəl 2379-cu ildə Nuh dövründə böyük daşqınlar olmuş, Babilistanın ərazisini və Ərəbistan yarımadasının bütöv ərazisini su basmışdı. Buna Nuh tufanı və ya böyük daşqın deyirlər. Mülahizələrə görə Kəbə məbədi Adəm tərəfindən tikilmiş və buraya müqəddəs qara daş qoyulubmuş. Böyük daşqın dövründə məbəd su altında qalmış. Sonralar isə İbrahim peyğəmbər və oğlu İsmail məbədi bərpa etmişlər və qara daşı əvvəlki yerinə qoymuşlar. Bəzilərinin mülahizələrinə görə məhz həmin böyük daşqın nəticəsində Mesopotamiyanın və Ərəbistan yarımadasının ərazisi qumsallıqlara çevrilmiş. Bəziləri isə yer qabığının coğrafi dəyişiklikləri nəticəsində bu yarımada hissəsinin dənizdən qalxdığını güman edirlər. Ona görə də onun ərazisi qumsallıqlarla örtülmüşdür. Sudan çıxması deyiminin özündə də əlamət odur ki, əraziyə daşqınlardan sonra yenilik, işıq gəlmişdi. İşıq isə ancaq paçlığa, sudan paçlığa gəlir. Ərəbistan yarımadasının özü də indi paçlıqdadır. Daşqınlar dövrü keçdikdən sonra o ərazidə sular, yağıntılar azalmış, qumsallıqlar artmış və dəyişikliklərlə bərabər yenilik, paçlıq gəlmişdi. İşıqlıq var orada. Yer üzünün çox sahəsi bu cür olacaqdır. 2000-ci illər başlasın, insanlar görəcək ki, 2007-ci, 2010-cu, 2020-ci, 2030-cu illərdən sonra çox sahələrdə quraqlıq olacaq. Ərəbistan yarımadası da müqəddəs işıqladır. Tibet də, Hindistan da müqəddəsdir. O ərazilər ilahi bir işıqdadır.